Hyundai Santa Fe dizeldir. Motordan şırıltı gəlir. Videonun sonuna qədər izləyin, bax görəcəksiniz. Sepin uzanmağını da sizə göstərəcəm. Görsənəm. Sepdən şırıltı səs gəlir. Üst krişkanı açırıq ki, motorun içi qapqaradır. Sepi də görürsünüz nə qədər uzanıb. Zavod sep başmaqdır. Yəni bu vəziyyətdə qəti şəkildə sürmək olmaz. Çünki başmaqların yeyintisi, ondan sonra sep başmaq çox uzanıyanda sep gedib orada bot yerinə sürtür, studuşka verir. Nəticədə nə olur? Motora gedir. Onun da böyük ziyanları olar, böyük fəsadı ola bilər. Onun üçün vaxtında təmizləmək lazımdır və sepin dəyişmək lazımdır. Görürsünüz, motorun içi tərtəmiz təmizlədik. Sep başmağında orijinalını dəyişib 100.000 zəmanət verəcək. Və işin də görürsünüz, sep başmağa kimi, pistoletlərə kimi hamısının videoda göstərirəm ki, bayaq anlatmışdım. Orada görürəm, deyirlər ki, sep orijinallığı qaranlıq qalır, nə bilim nə. Hamısını göstərirəm qardaş səhifədə. Bax görürsünüz, buradan germetkiyə kimi, bax bütün servisdə də maşınlar ancaq Hyundai Kia'dır 90%. Bu maşında da karter də açıldı yolda, çünki sepi çox uzanamışdı, yeyinti vermişdi, hamısı karterə getmişdi. İdeal nəticə 100.000-də zəmanət veririk. Əlaqə nömrə səhifədə vardı. Videonu axıra qədər baxmayıb, yorumda sual verməyin.